də Rəşad bəy, Nardoğan bayramı haqqında qısa bir şəkildə zəhmət olmasa. Nardoğan demək, nar artıq qeyd etdiyim kimi türk dilində günəş mənasına gəlir, isti mənasına gəlir. Nardoğan günəşin doğmasıdır. Dekabrın 21-25-də ən uzun gecə bitir. Ondan sonra xalq günəşin doğmağını ifadə edən bir bayram keçirir. Və biz Ruslarda olan yolka ağacını görürük. Həmin yolka yol ək sözündən olub. Yel indi də işlədirik, küləyin sinonim olan sözdür. Qədim türk dilində çovğun, qış mənasında da işlənib. Həmin yel sözünü biz Skandinaviyada yel bayramı, yul bayramı olaraq, yul tonqalı olaraq qarşımıza çıxdığını görürük. Və səməni sözü su ama sözündən formalaşıb. Su ama sözündən həm şam sözü var, həm səməni. Şam nədir? Yaşıl ağacdır. Aha. Düzəltdiyimiz buğdaya da səməni deyirik. Aydındırmı? Lakin daha sonra Sibir altaya gedən türklər burada səməni düzəldə bilmədiyinə görə və oradakı iqlim onları əkinçiliklə məşğul olmadığına görə onlar burada yelək ağacı və ya küknar ağacı və ya şam deyib, yaşıl ağaca. Və yələkin izahını verdik, şam sözünün izahını verdik və bir də biz dilimizdə göyərti dediyimiz söz var yaşıllıq mənasında, yaşıl bitkilər mənasında. Köknar, güknar sözündən küknar ağacını eyni adla dediyini görürük. Yəni biz necə ki Novruzda xonça bəzirik, orada isə demək şam, yolka, küknar ağacı bəzənməsi hadisəsi bizim qarşımıza çıxır. Çox təəssüf ki, bizim tədqiqatçılar, tarixçilər deyir ki, ola bilsin ki, türklər Novruzu Səlcuqlu ilə tanıyıb, kimlər vasitəsilə Səlcuqlular gəlib Farsıdan tanıyıb. Lakin bu bayram martın 21-də keçirilir və səməni qoyuruq. Yenə artıq məcburan bir daha təkrar edirəm. Şəkər bura, qoğal, paxlava qoyuruq. Bu ritual heç bir xalqda yoxdur. Bu Farsda olmalıdır ki biz bunu bundan alaq. Düzdür? Farsda keçənlə kosa anlayışı yoxdur. Keçən artıq dedim keçini tərənnüm edir və keçid də oğlaq bürcünü tərənnüm edir. Qoç və buğa bürcünü tərənnüm edir. Yəni yazı tərənnüm edir. Bu Farslarda yoxdur. Demək ki biz bunu formalaşdırmışıq və biz bunu Sibir Altayı yaşamış olsaq, əkinçiliklə məşğul deyiliksə, bunu formalaşdıra bilərik? Yox. Demək biz burada bunu formalaşdırmışıq. Və dolayısıyla demək türklər bir Nardoğan bayramı keçirib dekabrın 21-25-də, bir də martın 21-də Naruz, Yeni Qoraz bayramı keçirib. Daha sonra bunu 1926-cı ildə qərəzli formada Novruz olaraq bizim dil qrammatikamıza əlavə ediblər və biz oxuyanda orada iki söz axtarırıq. Nov və Rus. Əslində isə biz bunu elə dilimizdə Novruz deyirik. Düzdür? Doğru, bəli. Dediyimiz kimi də yazası olsaq orada bu yoxdur. Bizim boynumuza qoyurlar yox, bu Farsdan gəlmədi. Yox, sən bunu Farsdan almısan. Farsda bunu deyəsi olsa Ruziya Nov deməlidir.